Tarixin gördüyü ən şərəfsiz insanlar bu sionistlərdir. Əvvəla özlərindən başqa heç kimi insan saymırlar. Onların seçilmiş xalq, chosen people deyilən bir inancı var. Onlara görə yalnız onlar Allah tərəfindən insan olaraq yaradılıb. Digərləri isə insana bənzər heyvanlardır. Mən onların kitablarını oxudum. Onların Kabbala adlanan dini mətnlərində yazılıb ki, yalnız biz Adəm və Həvvanın övladlarıyıq. Digərləri isə Adəmin bir cinlə evliliyindən doğulan, insana oxşayan heyvanlardır. Dünyadakı bütün banklar, sərvətlər, medianın çoxu sionistlərin əlindədir. Öz ailələrini sağlam saxlayırlar. Amma dünyadakı bütün ailələri məhv ediblər. Əxlaqsızlıq və mədəniyyətsizliyi yayan porno və qeyri-etik saytların çoxu onların nəzarətindədir. Araşdırın görün, əxlaqsız səhnələrin ilk dəfə harada və kimlər tərəfindən başladıldığını. Filmlərdə ilk çılpaq səhnələri çəkən qadınlar, filmlərdə əxlaqsızlığa yol açanların çoxu yahudilərdir. Qeyd edim ki, yahudilərin sayı cəmi 15 milyon nəfərdir. Bütün dünyada bu qədərdir. Onların bəziləri sionist deyil, bizim onlarla işimiz yoxdur, hörmətimiz də var. Amma əksəriyyəti sionistdir və sionizmə bağlıdırlar. İndi də bəzi yahudi firqələri var. Məsələn, Neturei Karta, Satmar və Lev Tahor. Bunlar İsrailə nifrət edən yahudilərdir. Deyirlər ki, sionist rejim yaranmamalı idi. Çünki Tövratda deyilir, xilaskar gəlmədən biz Fələstinə ayaq basa bilmərik. Allah Tövratda deyib ki, Nil çayından Fərat çayına qədər olan torpaqlar İsmail övladlarına veriləcək. İndi bir sual, Nil ilə Fərat arasındakı torpaqlar, məsələn İraq, kimdədir? Müsəlmanların əlindədir. Deməli, Allahın dediyi baş verib. Bu da bir növ peyğəmbərlik kimi gerçəkləşib. Və biz dünyada bu çirkli sionist hakimiyyətə son verəcəyik. İnşallah, İmam Zaman Əcəlallahın zuhuru baş verəcək. Rəhbərimizin bir çox insanın diqqət etmədiyi çox qəribə bir sözü var. Fələstin zuhurun sirli açarıdır. Axır zamanda haqla batili ayırmaqda Fələstin əsas meyardır.